isə, xanımlar və cənablar, bu şəhərdə qaynatanın vəsiyyəti. Sən ha vaxt gəlirsən bu şey. Arvad, qoca vaxtında nə qohum ağraba qapısı gəzməkdir. Az gəl özün də söhbətdə iştirak elə. Az bəsdim, mənim başımı xarab eləmə. Biz sənlə təzə ailə quranda bizim heç zadımız yox idi. Altımıza atıb yatmağa bir döşəyimiz yox idi. Dədən verdi onu. Ha? Yox. Özümüz işləyib kolxozda qazanmadıq hamısını. Hədi və salam əl çəkdana məndən. Oy, nə var, indi sənin bu kürəkənin, sənin bacın oğludur deyə, mən də hər şeyi ona verməliyəm. Az başımı xarab eləyəsiniz, heç verməyəcəm. Bax, bu evi də, bu 2 hektar torpağı da, 200 ağac, hamısını oğluma vəsiyyət eləyəcəm. Oy, bəstüründən ha, kürəkən. Az yaşadığı evi mən vermişəm. Kvartirant verdiyi evi mən vermişəm. Altının maşınını mən alıb vermişəm. Arvadını mən vermişəm. Nədir, bəlkə öz arvadımı da verim ona. Mərfətiniz, qanacağınız yoxdur. Boş danışıq, əsəbləşdirirsən, elə danışıram. Nəysə, gəlir birazdan. Gəlir, baxarıq. Özünü yaxşı aparsa, bəlkə də fikrimi dəyişərəm. Əl çək. Boy, köpolun adamı. Adam indi verərəm, qızımın əridir, hə. Uşaq nəvələrimin atasıdır, məcburiyyət qarşısında. Amma da mən biləm axı, mən buna vəsiyyət eləsəm, mən başımı qoyub, ölən kimi köpolu buraları satacaq, onun puluna yeyib ki, mənim qavırma suyacaq. Köpolanı. Gör, mən bilmirəm, kimə nə qar. Səydərək gəlir. Burada insan yaşıyor. Yavaş, dədən nənəm bu kətdən çıxmayıb, burada adam yaşayır. Ludi! Gələ, Ludi, xoş gəlmişsən. Dayı, ala bu sağdı ki. Necəsən bro? Nə var, nə yox? Yaxşıyam, sağ ol. Maşallah vəziyyəti yaxşıdır. Hoş Özün geldin. yatıb, özün dura bilirsən, öpüm də, daha qaynatamsan. Ehtiyac yoxdur. Pərdə saxlasan yaxşı, yeri. Necədir vəziyyət? Yaxşıdır. Deyir, mənə aid olan nəsə var burada. Xalam dedi. Sən arvadın, Başım qaynana. batıydı. Nə var, nə yox? Nə verəcəksən, tez ver. Qızım nətərdə, ha? Yaxşıdır. Nəvələrim nətərdir? Əla, bomba. Sənin şotuma dolanırlar da. Obyekt bir tərəfdə. Deyir, evizim Ev bir tərəfdə. Sağ ol, Allah canımı sağ eləsin. Yaxşı. Corva falan deyirsən ki, ver uşaqların xərcləsin də. Mən nə edeyim ki? Bakıda nə var, nə yox? Bakı zolaqlayırlar Bakıda bir ucdan. Sizin dildə desək, eşək yolu ayrıdır. Kombayn yolu ayrıdır. Traktor yolu ayrıdır. Və insanlar? İnsan? Hə. Ana, insan adam yerinə qoyan var. Bilirəm, sən səkiləri deyirsən. Hərdən bəs bu. Qardaşım, bro, elə bir ki, bu obyekt yerləri var ha. Gedirlər icra hakimiyyətindən, əmlakla, nə bilim, şəhər salma ilə danışırlar. O səkini də zəbt eləyirlər. Göz doymur da. İnsanlara yer olmur. İnsanlar üçün bu saat bu dünyada bir yer yoxdur. Yaxşı deyil. Bizdə nə var nə ya? Bu kətdə nə edirsən? Amma bayquşsan oturmuşsan bu kətdə tək-təklə. Heyvanlarla bəs danışdın, ünsiyyət yaratdın. Gəl Bakıya, gedək səni gəzdirim, bir havalı dəyiş. Hə? Haranı gəzdirəsən, məni? Demirsən, hər yeri zolaqlayıblar. Yox, lazım deyil. Kətlidə nə? Malı, heyvanı, əkini, piçini. Mən qoy görüm, Bakıda axırıncə olmuşam, haradasa bir 20-30 il bundan qabaq. O da bana polunu bəs eləyib. Nə havası havadır, nə suyu sudur, nə də ki, bura yaxşı deyil. Deməli 2 hektar, 200 ağac. Dayda, düz eləyirsən, buranın təmiz havası, buranın ekoloji təmiz yeməyi, sağlamlıqdır da. Amma prosto strateji obyektdir da burada. Niyə ki? Təsəvvür elə, navigatora yazıram.
Hara yazırsan? Navigatora. O nədir elə? Adı bu bir yerin getmək istəyəndə bir yerin adını yazırsan, sənə yol göstərir. Ala kəndin adı çıxmadı. Soruşmaq ayıb olmasın. Sənin tanımadığın yerdə nə zarın var ki, orada itib qalasın. Nerede? Bax, heyvan heyvanlığınla səhər gedir naxıra, axşam axıra. Orada qəşəng yer, doyur, axşam da gələndə evinə gəlir, qapısına. Başqa qapıya yox. O insan deyil, nə qədər yesə də gözü doymur. Yes. Onu da ora-bura aparan ancaq insanın nəfsidir. Ne? Bəli, bəli. Ağıllı ol, danışıq da. Şeydir, Bilirəm. bu asan xidmət zat burada hardadır? Var. O nə deməkdir ki? Asan xidmət, yəni sənədləşdirmə işini tez bazar, rüşvətsiz, növbəsiz həll eləyirlər, bro. Rüşvətsiz. Həri. Bakıda deyirsən, indi heç yerdə rüşvət yoxdur. Yox. Yəni pasport almaq üçün gedib səhər saat 5-də növbə tutmursan, adam görmürsən, elə gedib rahat alır. Deməli, inandırım səni, dayday. Bax, evə kupça, nə bilim, pasport, ada keçirtmək, vəsiyyətnamə verəcəksən də, Bilirəm, sənin dərdin nazarı odur. Ölüm kağızı. Bunlar hamısı növbəsiz, rüşvətsiz həll olunur. Bax, dedin ki, məmurlar rajimdən öldü ki? Ya, alan var, hələ. Qorxusu olmayan var, hə, onların daxildən çıxacaqlar. Nəysə, yox abala, bizim kətdə heç çətin xidmət yoxdur, qalmışdı ki, asan xidmət olar. Sənin dərdini nazarım bilirlər, Ay, vəsiyyətə sağ ol. görə gəlmirsən. Ay, sağ ol. Sabah səhər tezdən gedəcəyik, rayon mərkəzinə, avtobus da yoxdur, gərək piyada gedə bir 40 kilometr. Hə. Səhər saat 4-də duracağıq, gedəcəyik notariusa, orada sana mən vəsiyyətnamə verəcəm. Bax, bu 2 hektar torpaq, bu öy, bu 200 ağac, hamısını yazacağım adını, amma bir şərtlə, bura gəl. Mən öləndən sonra sən buranı sata bilməzsən. Bura mənim dədə-baba ocağımdır. Ayıbdır ki, sən bir öl, sən öl, bunu tezləşdir. Gör, mən buranı satıram ya sat. Bilirsən, dana, mənim atam bu yaxınlarda dünyasını dəyişir. Bilirəm, hə. Amma ruhu hər gecə bu evdədir. Gəlir. Git demə, yekə kişinin ağlından, saçımın ağlığından, bığımın ağlığından utanırlar. Canın üçün Gecə gəlir. deyirəm. Başı gedib kişi. Hər gecə gəlir bura, mənlə bir 30-50 zoğal arağından vurur. Ruh. Dərdləşir, çıxır gedir. Ruh zoğal arağı. Hə. Get, sən... Zoğal arağı demişkən, yol gəlmirsən, otur. Bu mən laf... İnanmırsan? Sən də nə danışsan, nə ruh, hansı zaman nədir? Sən... Otur. Sən ruh, bu... Kişinin başı gedib. Ala, bu zoğal arağından bir 50 vır. Rədd eləsən... Tinin düzələcək, vır. Mənim çalatım yanacaq, sən də rədd elə... İçməsən verməyəcəm. Vəsiyyətnamə verməyəcəm. Kişi ol, hə? Kişi ol. Bunu adam şəhər ala, neçə gradusdur bu? Biz kət 75%. 75%. Biz elə bununla dolanlıq burada, bax. Vur görüm. Vur görüm, mən qızı kimə vermişəm. Gör mən qızı kimə vermişəm. Ala, bu bulaq suyundan da iç. Ala, Qıc oldu bax. bulaq suyundan iç. Bulaq suyundan iç. Hazretlərə bulaq suyudur. Niyə? O vaxt bulaq suyunu içdim, ayağım qaldı dərələrdə. Rədd elə o bulaq suyunuzu. Yaş, onda gəl deyə bax, elə bundan iç. İsti sudan iç, yavaş yavaş. Bu olar. Damarımda qan yoxa çıx deyə, bu nə də içirsiniz, hə? Gör mən qızı kimə vermişəm. Nədir o? Dayanay, bro, bax gör nə gətirmişəm. İçirsən, bax bundan iç. Bu nədir? Martini. Sizdə- Adam içkisi. Kişilik sizdə bununla da ölçülür. Yox, sizdə onunla ölçülür, 75 gradusda. Ala, mən kişi içkiləri içirəm. Sağ ol. Bunu içirsən, martini deyə, Sağ ol, sağ ol. tini düzəldir. Lazım deyil, lazım deyil. Özün bilərsən. Dayda, bəlkə powerbankın ola. O nədir elə? Tələsik çıxdım, götürmə. Telefon zərətkəyə qoyacaq. Nəyi? Telefon. O telefon dəlində. Dünyanın axırı deyə. Yox, xaçandaz. Və onun şuuru hana gedə. Yenə telefon olar, mənlə məzələnmə. Doğrudan görməmsən bu telefon. Yox. Bu ağıllı telefon deyirlər də sensorla, barmaqla Nə danışırsan? Bunun içində bax. Dəstəyi hanı onun? Dəstəkzad yox deyə, sən qalmısan daş dövründə. Deməli, bax, burada foto da var, video da var, burada WhatsApp-dır, nə bilim, cashback-dir, kartukartdır, sonra TikTok-dur,
Instagramda hər şey var. Deyəsən araq səni tutdu. Ala yox, ala. Nə dilində danışırsan sən? Ala o məni tutan deyil. Şeydi, gəl sənə TikToku göstərim. Otur. Yox elə Otur. Bax, bu TikTokdur. Bax, girdim Nədir? TikTok. Hə. Buna bax, oğlana bax, indi bax. Qıza bax. Bu qız niyə o gədə kimi rəqs edir? Qıza bax, hə? Bu qız niyə gədə kimi rəqs Ha, edir? bu trenddir də. Nədir? Trend. Tret nədir? Trend də, yəni modda olursan da. Bax, indi sən mənim üçün moddasan. Çünki bu moda yeri mənə vəsiyyət verəcəksən. Deməli, sən mənim yaddaşımdasan, moddasan. Yəni, buna bax. Bu kimdir? Bu yemək pişirirlər də. Bu Yemək yiyir, buna bax. Bu niyə marçılda yer, mən də ona baxmalıyam. İndi bu TikTokdur da, kim nə istəyir onu da eləyir də. Bax, buna bax, dönər hazırlayır, buna bax, sushi, buna bax, şinitzel, buna bax. Bu dediyin yemək adlarıdır, heyvan adlarıdır. Yox, yemək adları deyil, day. Və bu bir qızın 10 dənə şəklini neyinir bu telefonda? 10 dənə deyil, bunlar ayrı-ayrı qızlardır. Bax, bu başqadır. Hə, bunların burunlarını eyni həkimə mərət eləyib deyərlər. Sən ona görə oxşadırsan, hə, düzdür. Nədən dala qaytar? Nə oldu? Bu inək satdıqdır. Hansı inək? Bu inək deyil bu. Yox, qadındır bu. Prosta hər yeri qoymadır da, yəni. Nətər qoyma? Qoyma da, yəni indi... Qoyma. Başa düşmədim. Bu insan özünü niyə şivesi inəyinə oxşatmalıdır ki? İndi hərən zövqü... Nə zamaniyə gəlmişik. Qardaş, Bu qız niyə oğlan kimi bu şey yemək pişirir? Bax, deyəcək, hələ insan niyə özünü bu günə qoymalıdır, Bəli. düz deyil. Hərən bir zövqü var da, bax, sizin kənd dilində desək, bax, kimi camış xoşlayır, kimi inək xoşlayır, kimi, nə bilim, Eşşək. Xoruz xoşlayır, kimi cücə, kimi eşşək. Eşşək, bəli. Sonra, buna bax. Bu nədir? Dodaqlarına var. Eşşək dodağına oxşayır. İnsan özünü niyə eşşəyə Hadi oxşatmalıdır? indi, Nəysə, bala, indi kim kimə deyir, sən də. Kim nə istəyir, onu da eləyir də. gör hansı zamaniyə gəldiniz. Yıxıl yat, səhər tezdən durmalıyıq. Deyən bir dənə səndən TikToka girək, bax canlıya girirəm səndən. Ara giririk. İzləyicilərim məni gözləyirlər. Nə qəmsən ki, səni izləyirlər? Canlıya girməmişəm. Heç də eləməmişəm. Bu telefonda belə səni izləyənlərim var da, əgər sənin maraqlı videoların var. Allah sən sağ ol. Video paylaşmamışam, bax, getdik. Hara? Bax, canlıdayam. Haradasın? Əziz izləyicilər, baxın, gözəl bir məkandayam, gözəl bir yerdəyəm, təbiətin qoynunda. Ekoloji təmiz yeməklər, havası, suyu təmiz olan bir yerdəyəm və mənim yanımda kim var? Qayınpapam. Bəli, gizli şeylər yazmayın, söyüşlü yazmayın, gödürsün turlan, hə. Xahiş edirəm, bizi like eləyin. Orada heç kəs yoxdur, sən Əl kimdən elə, danışırsan? əl elə. Kimə eləyim, orada adam var. Yox, səni orada bilsən neçə insan görürdü. Elə mi? Deməli, 357 bin. Davay. Salam aleyküm. Bu il bizim kolxoz planı artırılmasıyla yerinə yetmişdir. Baş gedir. Üzerimizə ötəsilik götmüşük ki, kolxoz gələn də planı artırılmasıyla yerinə yetirsin. Nə deyirlər? Üstünə gəlsin. Əl elə. Tıklayın əziz dostlar, tıklayın. Xahiş eləyirəm. Ağzına gələn Dayını da danışma. tıklayın. Mənim tıklanan yaşımdır. Ağzına gələn danışırsa. Tıklayın. Mərfətin qanacağın olsun. Tıklayın. Yıxıl cəhənnəminə yat. Səhər tezdən durmalıyıq. Mən o boyda yol getməliyim. Ondan tarif sözədə. Yıxıl yat burada. İstəyirdim imkanlı qaynatam olsun, Basretli Range Rover'i altıma qoysun. Öz atamdan görmədim mən bu günləri, alsın hər şey razıyam, başıma vursun. Qaynatam var, atam yox, qaynanam var, anam yox. Mən bu pulu görəndən öz nəslimdən aram yox. Mən bu pulu görəndən öz nəslimdən aram yox. Aman, 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 yan aman, aman, yan, 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 aman, aman, yan aman, yan aman, aman, yan, yan. İstəyirdim kürəkən yan vicdanlı yoxsuyun.
Yoluma göz dikmesin, imkanı olsun. Ne akıl var, ne tahsil, ne de ki savayat. Ne akıl var, ne tahsil, ne de ki savayat. Ben sana kız vermezdim, ben sana kız vermezdim. Direçli yar var. Qaynatan var, atam yox, qaynanam var, anam yox. Mən bu pulu görəndən öz nəslimdən aram 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 yox. Sənin nəsilsiz qalasan. Mənim nəslim də sənsən, var yoxum da sənsən, hər şeyim sənsən dayda. Allah irağırsın. Sen yat. Yıkıl yat. Onun üstündə it de yatmaz. Elə it yatır onun üstünde. Attım ki orada yatır. Hə? Aya. Hə. O Ben söndür biraz- o. Kitkattır nerede onu söndür. Yatmak vaktidir. Seher tezden duracağıq. Ha yaxşı, sən yat. Oy. Ses salma. Əziz izləyicilər, baxın, mən bir dinozavr balası tapmışam. Jura dövründən qalıb bunun sümüklərinə baxın. Mezozoy dövrünün dinozavrı. Like'larınız artırın. Tıklayın, tıklayın. Səsinə baxın. Bu nə səsdir? Day. Dayda kimse Ay. kimse gelir. Mərfətin olsun, qoy yatımdan. Kimsə Dayda, nədir? kim? Sağ demədim, atamın ruhu gəlir gecələr. Qorxma, prosta ruhdur. Zarafat eləmirdiniz. Nə zarafat edirəm. Saat bir 50 qram vurub gedəcək. Aya, Ne elli tək içməyi xoşlamır ha, özünə də süz. Özə zakusk eləmə, əsəbləşir. Ata, xoş gəlibsən. Bakma mənə. Day nəsə istəyir məndən. Day. Hə, demədim, süz dənə süz. Özünə də süz ha. Hər Tək, özdə zakusk eləmə. O potulkanı təpənə keçirdəcək. Var ruh hara. Qoy yatım imkan ver, dədəmdir. Prosta ruhdur, qorxma. Bu tez gelir bura. Hər gecə buradadır, vəsiyyətə görə narahat olur. Narahat olma. Əmin əllərdədir. Baba ruhu şad olsun. Bu ne yerde ha? Bu ne yerde ha? Day. Yine kimse gelir desin ana o ruhudur. Söyləmə, anam sağdır, qonşuyken də dədəsi gilə gedir. Gəlin. Qorxma, bunlar qonşu uşaqlardır, qonşu kətdən qız qaçırdıblar. Barışığa qədər burada saxlayacaq. Gətirin qatın badvala. Sən qorxma ha, birdən qızın qorxmaq rəbəsi silahla zadla gələr, qorxma, mənlikdir. Məndə də burada təyim var, narahat olma. Buraya getiriyorum. Ay baba nelere düşmüşüm. Havası, ekologiyası təmiz olan bir kəndə. Dən görüm, bir görüm qəşək qızdır. Səysiniz siz. Məştubat demişkən, bunu qaçırdan da baxmırdınız, bu kişilik yozlar var. Qızın qardaşın qaçırtmışsınız. Sən də otur, yetmez. Aparın bunu reddelin, kızın özünü getirin. Aparın. Cehennem elin oradan.
Korkma, indi ola bilsin top tüfeğiyle gelirler. Kim üstüne? Senin üstüne öyle biləcəklər, sen kaçırtmışsın. Başı qarab deyil səni. Nedir? İmkan ver yatım, mərfətin qanacağın olsun. Gittiler. 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 Bu ne da? Ruh kanadı ki bura. Bu ne da? Dayda. Ha. Dayda. Ha. Dayda. Üzüm ayağımın altına. Bro. Nedir, nəhlət sana çoş edən? Nedir bala, nedir? Ne istiyorsan? Tuvalet harda evde. Sen ha? Bura kət yeridir, burada en yakın tuvalet 1 kilometre o tarafta. Ulan benim başım kararttı. Gökten ayetin aklında. Birbirine bakardı. Göster. Gel bura. Biraz tezile bir yavruçılık olmasın. Yok tez eləyəməyəcəm, onun raşotu var. O 40 metre o tarafa Söyüd ağacını görürsən. Gördüm orada. Bak orada, Hacı'da. Ha. Brel. Ora değil. Çaşıb ora gedərsən, ora göyərtə əymişəm. Xeyrin görəsən. Kübrəsini vermişəm. Bak, çatdın mı o Söyüdə? Köyde çattı. Söyüdə çatandan sonra bir 70 metrede o tarafa çınar ağacını görürsən. Çınar ağacı. Hacı'da. Göğerdim. Çatdın hardasa deməli o çinara. Çinardan 1, 2, 3 hardasa bir 40 metrede sola dönürsən. Aha. Dönəndən sonra gedirsən, görürsən ki bir tane şifer var. Şifir. Tuvalet hardadır, tuvalet! Səbrin olsun da ha. Onun da üstünde balaca bir lambışka közərir. Orada. Çatdın ora qapız adaqdarma ha. Elə şiferin dalına geç, seyrangahdır, dağlıq belə hamısı görsən. Gördün gelen var mı? Öyle. Ne oldu? Dersen ihtiyaç olmadı. Yok. Çınar ağacın altında. Çamur suzanır. İt gibi yürür. Canmış senin dedendi. O itti. Özü de alabaydı. Böyle korkulu itti. Korkulu da adı var. Şarik. 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 Yeri korkma. Yürür ama çişlemir ha. Cumbur adamı, kapır adamı. Yeri. O hür değil hemen. Tirtap alacağım giyine. Onun kapmağı belası değil. Ha korkma yeri. Sen Gel beni. Ara. Sen bakma rahat. Ora. Sür ve işimi Gel, görüm ki. gel gide. Senin seylerin kırılsın, sey köpü olsun. Kanmaz, adam kaynatı iyilesin. Yok seni orada aparıp oturtup öyle bir piş de diyeceğim sana. Sen ne oluyor burada? Yeri, korkma. Yürekli ol. Ne oldu Netis? Canavar var orada canavar. Billem, bizim kətdə canavar da var, çaqqal da var, tülkü de var, ayı da var, qaban da var. Zoopark değil bura. Ha, kət yerdən dağ ətəyin kətdir, nətər olmalı ki ben? Qorxma, sən get. Onlar səni yesə, Şarik də onları yiyəcək, raşot olaşdınız. Naraz ol. Bir de canavar mənə gidiyor. O canavar da səni yesə, eğer bizim kətdə ölsən, adını əbədləşdirmək üçün o taleti verəcəm sənin adına. Üstüne de bir taxtanın üstüne yazı verəcəm ki, burada yaşayıp yaratmışdır. Yer qorxma. Qorxma. Yakın yerde. Haya, Çevirmiş. onlar səni yesələr güllələyəcəm. Kimi? Səni, zulüm çəkməyəsən də, ha? Haya, səylərin qırılsın. Gəl bura, dur burada. Göster de ne olur. Bax, göstərirəm sana nətər. Deməli, gəlirsən, çatdım, bax bu... Gəlim. Söyüdlər, yox, bax nətər eləmək lazım. Bax nətər eləmək lazım. Şarik, ye bunları. Sen baş olat bu da. Çapayal. Gördün? Bak belə. Görmədin? Sen hiç dilemediler. Yox. Ben de gördüm ki. Göstereydim ben de. Ya nə qarım mən? Sən... Ben dedim bir abırçılık. Baş verse de diyeceğiz. Heç olmayacaq, qorxma. Yeri, ürəkli ol. Aya,
Yeri korkma. Buradayım. Tüh buradadır, güllələyəcəm onları. Bəs elə bilirsiniz ki, kənd yerində yaşamaq hasaddır. O sizi binada yaşayırsınız, birbirinizin təpəsini azad eləyən. O sizdə şəhərdədir. Öydə tualetə gedəndə nəinki övdəkilər, bütün qonşular bilir ki, orada nə baş verir. Səs-küyü hamı eşidir. Burada mərfət qanacaq. Getdin de, oturdun şifer. Yazı bir cürə qəşək, faizi bir cürə qəşək. Və şairlər, rəssamlar nə tər qoyurlar? Kətdən gedənlər, hamısı seyrəngah, baxırlar. Mən gör qızı kimə vermişəm? Bu bir dənə canavardan qorxur. Sabah bu kənd uşaqlarıyla, bu içəndə canavara dönən kənd uşaqlarıyla dava düşsə, bu nətər? Bunların qabı, heç sat, məni biabır eləcək. Bu gədə harada qaldı? Ay! Oradan çatma. Ay gədə! Bu gədə niyə gəlmədi? Bu, Məndə sığar. hardan gəlsən? Öyün dalını elədin. Ora mən qartof əhmişəm, köptür onun qədəsi. Sən... Heç yer eləmədi. Nətər ya? İmkan verdiler ki, nəsə balaca bir şey başladı ayağımı işləməyə. Qaçdım, gəldim. Yaxşı, gəl bir təhər yıxıl yat. Səhər gedərik, sağ vəsiyyətnamə verəcək. Sən yat, heç durma. Mən çıxıb cəhənnəm olur. Haraydı sən? Tüpürüm sənin təmiz havama da, 2 hektar yerime de, 200 Ne oldu? ağacıma da. Ben senden bana hiç de lazım değil. Kurban olun makinın profkasına da, sulağına da, 8'siz yollarına da. Püs seni diyeyim ben. Gittim. Hara gedirsən? Qal vəsiyyətnamə verəcəm sana, bu mülk sənindir. Çok bol adam, bax belə abrabotka eləyirlər. Ay gədə, gəlin bura görüm. Malades. Bax, hamınız rolunuzu yaxşı oynadınız. O heyvan sesləri kim çıxardırdı, sən nətər eləyirdin? Sən nətər eləyirdin? Saqqal sən idin. Elə görüm. Yaralı saqqal deyə bu. Malades, ata. Sana da 5, deməli belə. Danışdığımız kimi hamınıza kart tu kart 20 manattan tak bala olsun. Sen kartını atarsan bana, sana bir 50 manat əlavə verəcəm. Bazarı relief gələrsən sabah. Öz azad elə. Ədevi geri al, çek, zat, onun hamısı gətirirsən, özüm vuracağım. Hamısı, eşitdin? Sağ demiştim, evin dalında kaçsan da onu çək. Çəkdin? Onu airdropla atarsan bana. Onu koyacağım TikTok'ta fake səhifəmə. Gör nətər patlayacaq. Trend o olacaq, Kəşfətə düşəcək. Getdiyə şuraya. Yerə tutunu gəlsin. Yani. Ananın arası beraber. Nətərsən? Yaxşı abi. Sağ baxıram ha. Sağ ol baba, sağ ol. Yaxşı oynayırsan, malades. Var ol. Varan belə babalara, dostlar. Görün ne böyle dövrün zamanın nebzini qəşəng tutan ve istenilen bir meseleden çıkış yolu tapabilen bir insandı. Gelin bu səhnəciyin ardından əziz dostlar, analarımız, atalarımız, babalar, nənələr, qaynatalar, qaynanalar bir sözlə cəmi böyüklərimizi alqışlayaq.